Deməli, biz hər zaman qeyd edirik ki, torpağı almamışdan əvvəl onu analiz elətdirin ki, görək bu torpaqda siz istədiyiniz bitkilər əmələ gələcək, əmələ gəlməyəcək. Məsəl üçün, bir yoldaş torpaq analizi elədi, bağ salmaq istəyirdi, gilas bağı. Biz onu analiz elədik və nəticədə nə aşkarlamışıq? Fikir verirmi? Deməli, aşkarladıq ki, torpaqda birinci növbədə gil faizi çox yüksəkdir. Baxın, Kaçinski cədvəlinə görə 55%, 53%, 57% gilli torpaqdır, yəni orta gilli. Bunu biz bu cədvəl var aqrokimyada, Kaçinski cədvəli. Oradan müəyyən elədik ki, bu orta gilli torpaqdır. Yəni çox çətin tipli torpaqlardır əslində. Və müəyyən elədik ki, torpaq analizindən əsasən natriumla, belə deyək, lor dildə zəhərlənmə faizi 53%, yəni natriumun mübadilə kationlarının tutumundakı faizi 53%, bir nümunədə, digər nümunədə 42%, digər nümunədə 25%. Yəni bunlar çox yüksək faizlərdir və SAR göstəricisi də hesablanıb. Görürsünüzmü, çox yüksək SAR göstəricilərdir, 7, 6. Demək olar ki, burada bir şey əmələ gətirmək mümkün deyil. Yəni normal torpaqla müqayisədə, baxın, əsasən bizim Xaçmaz rayonunda olan normal torpaqlar qumsal torpaqlardır. Həmən o Kaçinski cədvəlinə görə cəmi 7% gil faizi olur. Yaxşı su filtrasiya eləyən torpaqlardır əsasən. Və fikir verin buradakı göstəricilərə. Burada natriumdan zəhərlənmə faizi qalxıb 53%. Burada neçədir? Bir nümunədə 4%, digər nümunədə 3,9%. SAR göstəricisi 7,5, burada 0,8. 0,18. Görürsünüzmü? Yəni, belə kəskin fərqlər var. Ona görə də mütləq bu yoldaşa da biz dedik ki, bu bağda bir şey əmələ gətirmək mümkün olmayacaq. Çünki bunun xərci özündən də daha da baha başa gələcək. Tonlarla burada gips işlənməlidir, peyin işlənməlidir ki, bu torpağı bəlkə bir normal vəziyyətə salmaq olsun. Yəni, meliorasiya tədbirlərinə torpağın özündən də çox pullar sərf olunmalıdır. Ona görə də mütləq torpaq analizi eləyin ki, görək torpaq necədir sizdə? Rəsmən belə torpaqlarda hansı bitkilər əkilmək istənilir? Belə demək olar ki, bu şoranlı torpaqlardır. Heç şora kətil də yox, şoran torpaqlardır. Burada bir şey əmələ gətirmək məncə çox çətin olar. Bəlkə nar ola bilər, zeytun ola bilər. Amma o da məncə çətin olacaq. Meliorativ tədbirlər mütləq görmək lazımdır. Risklidir. Bəli. Çox sağ olun. Sağ olun.